Sözlərə leksik və qrammatik şəkilçi olmaqla iki qrup şəkilçi artırıla bilir. Bəs bu şəkilçilər sözün kökünü dəyişirsə, onların təhlilini necə götürməliyik? Baxaq. Oğul sözü. Bu söz əslində oğul formasında yazılır. Yəni, mənsubiyyət və ya hal şəkilçisi artırıldığına görə, indi oğul milli söz olduğuna görə yalnız mənsubiyyət kimi düşünmək olar bunu. Burada mənsubiyyət artırıldığına görə u düşüb. Bəs sözün kökünü nə götürəcəyik? Burada oğulu. Yəni, oğul sözündəki u-nun düşməsinə baxmayaraq, kökü burada oğulu götürürük. U-nu da burada qrammatik kimi. Eyni hal çiyini sözündədir. Bu söz əslində çiyindir. Sənin çiyinin, çiyin burada kök olacaq, in də burada mənsubiyyət şəkilçisi kimi götürüləcək. Yəni, qrammatik şəkilçisi artırıldığı zaman kökdə olan dəyişiklik sözün kökünə təsir eləmir olduğu kimi qalır. Bəs leksik şəkilçidə vəziyyət necədir? Dünyəvi sözündə bu söz əslində dünya sözüdür. Baxın, A, Ə-yə keçdisə biz dünyanı kök götürə bilmirik. Yəni, i leksik şəkilçisi sözü kökündən dəyişdi və yenidən bir sadə sözə çevrildi. Eyni zamanda kiçilmək sözü. Bu söz əslində kiçik sözündən əmələ gəlir. Kiçik. Və burada k elə keçdi, söz kökündən dəyişdi, yenə sadə söz kimi götürüləcək. Deməli, qrammatik və leksik şəkilçilər sözlərin köklərini dəyişdirdiyi zaman fərqli formalarda təhlil olunur.